Səhər tezdən pəncərədən baxanda hər yerin ağappaq olduğunu gördüm. Gecə boyu qar yağmışdı. Həyətdəki damlar, yollar, ağacların budaqları hamısı qalın qar örtüyü ilə örtülmüşdü. Hava soyuq olsa da, qarlı günün özünə məxsus bir sevinci var idi. Mən tez geyindim və çölə çıxdım. Həyətdə uşaqlar artıq toplaşmışdı. Kimisi qar adamı düzəldirdi, kimisi isə qartop oynayırdı. Mən də onlara qoşuldum. Birazdan böyük bir qar adamı düzəltdik. Burnu üçün kök tapdıq, gözləri üçün isə 2 kiçik daş qoyduq. Hamımız ona baxıb güldük. Sonra qartof oyunu başladı. Hər tərəfdən gülüş səsləri eşidilirdi. Bəzən qartofu düz hədəfə dəyirdi. Bəzən isə qar havada dağılıb yerə tökülürdü. Oyun o qədər maraqlı idi ki, vaxtın necə keçdiyini hiss etmədik. Biraz sonra gördük ki, küçənin kənarında yaşlı bir kişi ehtiyatla addımlayır. Yol çox sürüşkən idi və o çətinliklə yeriyirdi. Biz dərhal oyunu saxladıq və ona kömək etməyə getdik. Mən və dostum onun qolundan tutub yolu keçməsinə kömək etdik. Kişi bizə təşəkkür etdi və dedi, belə köməksevər uşaqlar olduğu üçün dünya daha gözəl olur. Onun sözləri bizi çox sevindirdi. Biz yenə oyuna qayıtdıq, amma artıq hamımızın ürəyində başqa bir sevinc də var idi. Biz yalnız oynamamışdıq, həm də yaxşı bir iş görmüşdük. Axşamüstü qar yenə yavaş-yavaş yağmağa başladı. Gün batarkən qarın üzərində narıncı işıq parıldayırdı. Mən evə qayıdanda pəncərədən həyətdəki qar adamına baxdım. O sanki bizə baxıb gülümsəyirdi. O gün başa düşdüm ki, qarlı günlərin ən gözəl tərəfi təkcə oyun deyil, ən böyük sevinc birlikdə gülmək, bir-birinə kömək etmək və xoş xatirələr yaratmaqdır. Elə buna görə də o qarlı gün mənim yaddaşımda ən xoş günlərdən biri kimi qaldı.